Xoş gördük. İş adamı, Akkordun gerçək sahibi İlqar Hacıyevlə yaxın yarım saat müddətində danışacağıq. Ramiz Mehdiyev işi Azərbaycanda ictimai-siyasi gündəmi zəbt edib. İlqar Hacıyev, Ramiz Mehdiyevin özü, onun ailə üzvləri ilə yaxın tanışı olub və münasibətləri də olubdur. İndi İlqar bəydən soruşacağıq Ramiz Mehdiyev haqqında və ümumiyyətlə nələr baş verir. Başqa yerlərdə eşitməmisiniz. Biz verilişdən əvvəl İlqar bəylə də elə məlumatlar danışdıq ki, mən özüm üçün şok oldum. İlqar bəy, salamlayıram sizi, xoş gördük. Salam Tural bəy, salamlayıram sizi. Azad Söz izləyicilərini salamlayıram. Xahiş edirəm, bəyənin, paylaşın. Çünki gerçəklər buradan eşidirsiniz, gerçəkləri buradan eşidəsiniz. Və xahiş edirəm, Tural bəy, xahiş eləyəcəm Status TV-ni də paylaşsın. Status TV-də də öz kanalında imkan varsa asın bəy. Onu da bəyənin, paylaşın. Çünki həqiqətən də vacib bir məsələlərdən danışıq. Status TV İlqar Hacıyevin özəl, şəxsi ona məxsus olan bir kanaldır. YouTube-da girin, baxın, xahiş edirəm, ona da abunə olun və bəyənin videolarını. Yaxında adı tam dəyişdirilib, belə İlqar Hacıyev olacaqdır. Oradan videolar paylaşılacaqdır. İlqar bəy, Ramiz Mehdiyev Rusiya mı, haramı güya işləyib, o da gerçəkdir, biz də artıq bunu Azərbaycanda hər kəs bilir. Amma deyilir, belə xəbərlər paylaşırlar ki, İlham Əliyevə xəyanət edibdir. Siz nə deyirsiniz? Onunla bir yerdə işləmisiniz? Mən bir şey deyirəm ki, 2003-cü ildə İlham Əliyev vəzifəyə gələndə hər yerdə baxın ki, İlham Əliyevin ətrafında kimlər var idi, kimlər dururdu, İlham Əliyevi vəzifəyə gətirənlər kimlər oldu. Ya, hara baxsaz Ramiz Mehdiyevin şəkili arxasında durmağa itərdi, boyu balacadır, Allah köməyində olsun. Ancaq faktiki hər yerdə Ramiz Mehdiyevdir. Və Ramiz Mehdiyev, niyə İlham Əliyev o vaxtı Rus rejimi yardım edəndə Ramiz Mehdiyev üzərindən bu vəzifəyə İlham Əliyev gəlib çıxmasını bilmirdi ki, İlham Əliyev, Ramiz Mehdiyev Rusların adamıdır. Yəni, bu yeni bir xəbərdir. Ancaq bugün çox belə gülməli bir proseslər gedir. Ramiz Mehdiyev, qoca bir kişi, 87 yaşında, əli başı, ayağı, hər şeyi titrəyə-titrəyə dövlət çevrilişi eləmək istəyib. Yəni, bu qeyri bir real bir məsələlərdir. Bu nədir? İlham Əliyev öz ətrafında dədəsindən varis qalanları yavaş-yavaş təmizləyir. Ona görə bugün həm malı, mülkü əlindən çıxartmaq üçün, yəni vətən xaini çıxardacaqdılar, kim desən çıxardacaqdılar. Ancaq gəlin bir balaca bir məsələni bir-birindən mübahisə yolunda bir məsələ var. Bugün nədir? Ramiz Mehdiyevi güya tutubdular və Ramiz Mehdiyev ev dustağıdır. Yəni, cavan jurnalistləri, qızları tutub əlini, qolunu burub türməyə soxursunuz. Ev dustağı ola bilmir. Ancaq bu boyda dövlətə, İlham Əliyevə xəyanətkarlıq eləyən Ramiz Mehdiyev ev dustağı, Eldar Mahmudov ev dustağı. Tural bəy, hamısı gülməli gəlir. Mənə nəyə görə gülməli gəlir? Çünki mən bu adamları çərdən tanıyıram. Ramiz Mehdiyev kimdir? Ramiz Mehdiyevin 5-ci kolon deyilən adamlar kimdir? Və bugün tutulursa, İlham Əliyev ilə Ramiz Mehdiyevin ətrafını bilmir. Kemaləddin Heydərov Ramiz Mehdiyevin ən yaxın ətrafı idi, şərik idi. Şərik idi. Nələrdə Kemaləddin Heydərov şərik? Bilirəm ki, oğlu Kemaləddinin müavinidir. Başqa biznesləri də şərik olub. Bəy, bu Kemaləddin Heydərov iki yerlə, bir Bəylər Eyübovla birbaşa. Yəni, o, bilirsən də, generalları, banditləri, biznesi, o kurat eləyən bir adamdır. Ramiz Mehdiyevlə, bəy, mən şəxsən qəşəng bilirəm ki, Ramil Üsubov haqqın az yazır ki, bu Ramil Üsubovla qonşudular.
Bəy, o evi Ramil Usubov tikibdi. Qəbələdə Ramiz Mehdevin evini bu Kemaləddin Heydərov tikibdi. Qubada Ramiz Mehdevin evini Ziya Məmmədov tikibdi. Nə bilim, bu bütün regionlarda, bütün hər yerdə Ramiz Mehdevin, İlham Əliyevin bu rezidensiyasının ətrafında hər bir yerdə bəylərin də evi var, Ramiz Mehdevin də evi var, nə bilim, əsas, yəni İlham Əliyevin böyründə əsas onlardır. Və kim ki onlara tikir, və Qubada faktdır, Ziya Məmmədov, Ramiz Mehdevin də evini Ziya Məmmədov tikib verib. Çünki faktiki tikinti işlərini mənə gördürdülər. Yəni sizin vasitənizlə tikdirirdilər də? Bəli. Yəni həmin yerdə bəylərin evi, həmin yerdə Ramil Usubovun evi, həmin yerdə Ziya Məmmədovun evi. Yəni pulları onlar mı verirdi maliyyəsini, yoxsa xahişini mi sizə o Ramil Usubov vəsaitləri edirdi? Bəy, necə tikdirirdi yəni? Qubada Ziya Məmmədov bəzən kiməsə pul verirdi, bəzən kiməsə iş gördürürdü. Yəni Ziya Məmmədov, mən faktı bildiyimi ki, Ziya Məmmədov faktı bu Qubadakı evini tikəndə məndən bütün, nə bilim, qranitin, nə bilim, nəylərin mən vermişəm və məni kimi nə qədər iş adamları, biri beton, biri sement, biri daş, biri obirisi, biri... Yəni, onlar da öz pullarını heç vaxt tikdirməyibdilər. Bəy, onlar da kiminsə, nə bilim, iş adamlarının, nə bilim, rüşvətini, nə bilim, nəyini onunla tikdiribdilər. Amma oğru-oğrudan, yəni orada məsələ Ziya Məmmədov xərcsin biridir. Həyatı boyu 1 manatdır ki, məsələn, xərcləyən deyil. Ancaq Ziya Məmmədov Cavidə xərclətdirib, nə bilim, başqa idarələrinə, Arif Dəmir yola xərclətdirib, İlqar Hacıyeva xərclətdirib, nə başqasına eyni vəziyyətdə də Kemaləddin Heydərov öz hesabına kiməsə ev bağ tikir. O da kiməsə tapşırıq verirlər, nə kömürlü işindən bağlı mı, nə başqa fövqəladə hallar icazə işindən bağlı mı? Onlar da kiməsə tikdirirlər. Bəy, onlar öz pullarını xərcləyən deyil heç bir zaman. Onu yadından çıxar ki, onlar öz... Yəni, bunlar bir adamdılar. Və mən üzr istəyirəm, İlqar bəy, yadınızdan çıxartmayın sözünüzü. Əvvəlki videoda da dedim, Ramiz Mehdiyev 2025-ci ildə indiyənə qədər 19-dan da hələ sonra, yəni artıq administrasiyanın rəhbəri deyildi, onun evini 2 polis patrul maşını qoruyurdu. Yəni, Ramil Usubov, deyək ki, onun adamı olan Vilayət Eyvazov polis tapşırırdı ki, onun evinin qarşısında 2 dənə polis maşını dayanırdı. Bunu özləri bilmir güya. Yəni, nəyə görə? Ramiz Mehdiyev kimdir ki, 87 yaşına gəlib onu kim aparacaqdı ki? Və yaxud da belə bunlardan uzaq, dövlətdən uzaq idisə, 5-ci kolon idisə, niyə polis onu 2 avtomobillə qoruyurdu? Yəni, bu sual da vermək lazım. Yəni, Ramil Usubovun boş məsələlərdir. Sadəcə bugün Duşanbədə görüş oldu. Duşanbədə. Düzdür, indi düşünürəm ki, Ramiz Mehdiyev qoca kişidir, artıq başını itirib, nəsə bir arada bu köynə kanallarla nəsə danışıbdır. Düşünmürəm ki, faktla yazıb ki, gəlin mən çevriliş eləyim, mən keçid devlətinin başçısı olub. O başı ayağa əsir, necə ola bilərdi? Yəni, bu mümkün deyil, boş-boş məsələlərdir. Sadəcə burada Putin yenə də pul tapşırıbdır İlhama. Bu məsələ və deyib belə arada deyib ki, bu Ramiz Mehdiyevizə buna 100% buna protokol edibdilər. Əstəsək, yəni buna mesaj çatdırıbdılar ki, filan kəslər hazırdılar. Düşün, hamı düşünür ki, bu İlham Əliyevlə gedib Putinlə belə görüşdü, qələbə çaldı, Putin'i üzr istətdi. Putin nə dedi? Dedi, düz samolyotu biz vurmuşuq. Ancaq faktiki Putin əsas məsələsi o deyil idi. Putin əsas məsələsi 1 ildən çoxdur o məsələ gedir. Putin tapşırıq verib ki, pulları Suriya, başqa yerlərə xərcləyə bilmərsən, çünki məndə müharibə gedir. Bu dəqiqə şərikli olan pulları bu tərəfə buraxmalısan. O da oyunlar elədi, nə bilim çalışdı, nə bilim o samolyotdan istifadə etsin, başqa işlərdən istifadə etsin, nə bilim açıq bütün
bu propagandistlərlə ASTV, o birisi, bu birisi, ay İlham Əliyev, yumruq belə, Putinə belə dedi, o birisinə dedi. Arkadaş, boş-boş söhbətlərdir. Putinlə İlham Əliyev heç bir vaxt belə danışa bilməz. Həyatı boyu Və heç vaxt ondan ayrıla bilməz. Xalqa bir şou göstərir. Xalqa şou göstərir. Yəni o Putinlə ağsaqqal kimi 100% işini də görəcək. Ola bilsin Putinə deyib ki, ay Putin, ay dostum, bütün dünya sənə qarşıdır. Heç olmasa qoy, məni görsünlər ki, mən səndən əlaqəm yoxdur. Bu oyunu oynayaq. Və bu oyunu oynayırlar xalqımız üçün, Amerika üçün, Avropa üçün göstərirlər ki, güya ki, İlham Əliyev belə bura bax, lotudur, krutoydur Putin, bu boyda Putinlə bütün Avropa ölkələri qabağında dura bilmir, Amerika hörmətlə danışır. İlham Əliyev belə Erdoğan hörmətlə danışır, həmişə deyir ki, Ruslarla oyun oynamayın. İlham Əliyev oturur ki, Ukrayna belə getdi, Rus belə getdi, o birisi belə getdi. Bəy, hamısı razılaşmış bir oyunlardır. Və faktiki xalqın da gözünü yummaq üçün neynədilər? Yalandan o birisi oradan bir-iki adam tutdu, şəhəri saldı. Azərbaycanlıları vətəndaşlıqdan ləğv eləyir. Bu birisi, yəni xalqa bir şou göstərdilər. Beynəlxalq dünya bir şou göstərdilər ki, İlham Əliyev Putinlə qopub. Həqiqətən də mən də artıq inanmağım gəlmişdi. Həqiqətən də artıq demişdim ki, İlham Əliyev halaldır. Bütün başqa günahlarını bağışlamaq olar. İlham Əliyev real Putinlə, yəni faktiki Ruslardan asılacağı, Azərbaycanın asılacağını reallıqla düşünən adamdırsa, həqiqətən demişdim ki, yaxşı, bütün günahlarını qoyaq kənara və deyək belə. Ancaq bunlar hamısı faktiki bir oyunlardır. Və sonradan İlqar bəy həmçinin elə özlərinin dilindən də gördüyü təsdiqi tapdı ki, bu gərginlik güya olan vaxtı Azərbaycan və Rusiya arasındakı ticarət mübadiləsi 6%-dən 16%-ə qalxıbdır. Nə oldu? Alış-veriş 6-dan 16-ya qalxıb. Yalandan göstərdilər ki, Qod Nisanovun 2 dənə pomidorunu yolda saxladılar. Nə elədilər? Şou, xalqa bir dənə şou göstərdilər. Qardaş, getdilər o küçədə, orada, burada. İlham Əliyevin hansı adamlar reallıqla dəyədilər? O Araz ağalar və yalandan birdən şey açdılar, güya ki, görsünlər ki, toxunulmazdı. O da bir Putin bir şey göstərdi. Ancaq faktiki nə oldu? Araz ağaları keyfində, işində. Həm də ki, ümumi-Rusiya məsələsi idi axı. Müharibəyə pul lazımdır. Arazdan da istəmişdi, Barisdən də istəmişdi. Bu Qod Nisanov hamısından, yəni bu diasporanın başına gələn iş, bilirsən nədəndir? Məsələ onları hamısını çağırırdılar İlham Əliyev kimi. İlham Əliyev Putin çağırır deyir. O birisiləri artıq birini nazir, birinin FSB, birini o birisi deyir ki, ay bala, müharibə gedir. Bu ölkədə pulu qazanmışsan, pul gətir qoy ortaya. Kim ki, yaxud da deyirlər get müharibə. Yəni iki yol çıxışı qoyurlar. Deyirlər ki, get Rusiya vətəndaşı deyirsən, git Rusiyanı qoru. Niyə qorumursan Rusiyanı? Yəni bu bir oyundur. Faktiki bugün Qod, Zaraq, hamısı müharibə üçün böyük bir pullar keçirdilər və ona görə sakit oturub yenə də işlərini davam edirlər. Ancaq kim ki vermədi, ya tutdular, ya öldürdülər, ya tutdular, neynədilər, başlarına oyun açdılar və bir ikisini də götürdülər bilə-bilə. Nə bilim, bu iki qardaşları öldürməkləri faktiki obüslərdən mesaj idi ki, başınızı qaldırmayın, burada oyun oynamayın, hər birinizin başına oyun açarıq, öldürə də bilərik, tuta da bilərik və məhv eləyə bilərik. Malınızı da, mülkünüzü də hər şeydən əlinizdən çıxarda bilərik. Ona görə Putinlə İlham Əliyev gen deyirəm, necə qırıla bilər, nətər qırıla bilər? Bu vəzifəyə onun əlinlə gəlib, vəzifəyə onun gücünlə gəlib. İllər boyu onun bütün Azərbaycan sistemi Rus sistemin üzərindən qurulmuşdur. Rus nə edirsə, İlham Əliyev də onu eləyirdi. İndi nə oldu birdən-birə Rus oldu pis, Amerika oldu yaxşı. Amerika çox sağ olsun. Yəni deyirəm, Tural bəy, bizim Amerika prezidentimiz görürsən ki, sülh gətirdi. Azərbaycanda
müharibəni dayandırdı. İlham Əliyevin özünə qalsaydı, həyatı boyu sülhə razı olan bir adam deyil. Çünki o vəzifədə nə qədər çox qalması gərək hər zaman ortada bir müharibə məsələsi olsun. Ancaq Trump buna başa saldı, gətirdi və orada özün görürsən ki, belə barmağınla belə elədi. Dur Paşinyanın əlini sıx, dur. Yəni İlham Əliyevə göstərdi ki, mən sənə Putin deyiləm, sən mənlə oyun oynayasın. Ona görə Trump'a halaldı, çox sağ olsun ki, Azərbaycan, Ermənistan arasında, yəni ən azından kağızda bir büyük sülh gördük ki, müharibənin, yəni ən azından bir-birini daha şey eləmirlər. Allah qismət eləsin, bu Zəngəzur yolu açılsa, yəni də Azərbaycan üçün də gözəldir, Mərkəzi Asiya üçün Trump yolu deyirlər. Artıq Zəngəzur yolu yox, Trump yolu. Gərək düzünü deyək, həqiqətini deyək. Ona görə bəy, bunlar hamısı böyük bir oyundur. İlham Əliyev bugün yenidən oyun oynayır. Arvadı gedir Vatikanda artıq başlayıb gene görüşməyə. O birisi Trump'la görüşür, o birisi bununla görüşür. Azərbaycanın xeyrinədirsə sağ olsun. Yəni nə deyirəm, Azərbaycanın xeyrinə nə eləyirsə halal olsun və sağ olsun. Onda qardaş götürüb cəmaatı bugün, yenən ay qardaşlarım, və bu neçə il mən Rusun əlindən qutarmaq istəyirdim, Qarabağı qaytarmaq istəyirdim. Ona görə bütün pullar mənə bunun üçün lazım idi. İndi Qarabağı da qutardı, hər şey də qutardı. Bax, xalqınızı istəyirəm, indi gəlin siz də gözəl yaşayasınız. Ayda $2000, $3000 maaş alasınız, azad ölkədə yaşayasınız. Kimsə gəlib evinizə narkotik qoymayacaq, kimsə gəlib silah qoymayacaq. Onu görsək deyərik ki, İlham Əliyev halaldır, sağ olsun. Ancaq biz nə görürük? Beynəlxalq oyunlarını oynayır, ancaq ölkənin içərisində də xalqa işgəncə, zülüm və davam edir. Yəni bu Ramiz Mehdivi ev dustaqlığına göndərmişsən. Eldar Mahmudov ev dustaqlığına göndərmişsən. Qardaş, bu cavan qızları, jurnalistlər bırax ən azından ev dustaqlığını. Xalqa bir şey göstər, bir jest göstər ki, mən mərhəmətli sultanam. Mən belə ancaq fakt bu hamısı bir böyük bir oyundur. Klanların arasında vuruşmasıdır. İlqar bəy, Zakir Qaralovdan istəyirəm danışasınız. Sizin həm şərikiniz olubdu, həm sizin pulunuzu alan atan olubdu, həm İlham Əliyevin, Bəylər Əyyubovun adından danışan olubdu, həmçində ki, Ramiz Mehdiyevin əsas kadrlarından da biri olubdu. Mən xatırlayıram, bu görüntüləri də hamımız görmüşük. İlham Əliyev arvadını gətirir, masada, dəyirmi masada elan eləyir ki, mənim sərəncamımla birinci vitse prezident olub Mehriban Əliyeva və o masada oturanlardan da biri Zakir Qaralov olur. Ramiz Mehdiyev də orada olur əlbəttə ki. Zakir Qaralov birinci ayağa qalxır əl çalmağa. Zakir Qaralov da nə gözləyir, nə gözləməlidir? Bəy, Ramizlə əlaqəsi olubmu, nə olub? Birinci Zakir Qaralov vurulmuş lökükdür, belə deyək də. Bugün Zakir Qaralov tək Ramiz Mehdiyevə yox, birbaşa bugün Zakir Qaralovu hələ saxlayan bu nədir? İlhamın qohumu, qardaşı, bu Minyust, Fikrət Məmmədov. Həm o tərəfdən hələ bir balaca Fikrət Məmmədov. Keçmiş Ədliyyə Naziri. Keçmiş, bəli, keçmiş Ədliyyə Naziri. O onu saxlayır. Ancaq hamısı, yəni deyirəm, Zakir Qaralov da, Ramil Usubov da, hamısı Ramiz Mehdiyevin adamlarıydı. Hamısı Ramiz Mehdiyev üzərindən prezidentə bütün məsələlər, kadrları. Azərbaycanda 3 dənə ikinci adam olubdu da, belə bir danışaq Tural bəy. Birinci qəbul eləyək ki, İlham Əliyevdir. O, belə deyək, beynəlxalq siyasət, o birisi Qarabağ, o birisi İlham Əliyev. İkinci biznes tərəfi Mehriban Paşayeva. Altay klan və bütün biznesi idarə, ikinci adam kimi idarə edən ölkənin o ailədir. Yəni durub gücləri baxaq kim nəyə cavab verir. Üçüncü kadr məsələsinə ömür boyu Ramiz Mehdiyev cavab verib. Hər bir kadr işə götürüləndə
Ramiz Mehdevin üzerinden keçirdi. Ramiz Mehdev aparıb prezidentə qol çəkdiribdi. Yəni bu Ramiz Mehdevsiz mümkün olan bir şey değil. Ona göre bunların hamısı birbirine bağlıdır. Hamısı bugün biz neyi görürük ki artık Ramiz Mehdev vurulandan sonra belə də kavuşka vurulandan sonra vurulan adam türmədə olmalıdır. Yəni bu adam haindirsə türmədə olmalıdır. Qovumları da, özü də, ətrafları da, adamların atlarını çəkiriksə, həqiqətən də bunlar devlət çevrilişi eləmək istəyirdilərsə, İlham Əliyev mən sevinərəm. Hamısını soxsun çəri, tutsun çəri. Biz də deyək ki, İlham Əliyev halaldır. Görürsünüz, bu bütün korrupsiyonerləri, cinayətkarları soxubdu çəri. Ancaq biz görürük ki, İlham Əliyev burada bir böyük oyun gedir. Bunların əlindən mallarını, mülklərini çıxartmaq üçün indi başlayıblar ki, Zakir Qaralovun vergiyə borcu var, ora borcu var. Niyə 5 il, 10 il bundan qabaq danışmırdınız ki, Zakir Qaralovun borcu var, obisi var. Zakir Qaralov İlqar Hacıyevin biznesi əlindən alıb və özünü payçı eləyib və İlham Əliyevə 51% keçirib. Niyə ondan danışmırdılar? Ne oldu indi? Bu dəqiqə Ramiz Mehdev vurulan kimi artıq haqqını az yazdı ki, bu Ramil Usubov qonşusudur. Artıq ora bir daş atdılar və görəsən ki, başlayacaqlar Ramil Usubovun əlindən nə varsa almağa. Buradan şeylərdilər ki, Zakir Qaralov vergiyə bu qədər qara siyahıya düşüb, vergiyə borcu var. Tural Bey, bunların hamısını bir-bir əllərində nəyləri varsa əllərindən alıb ölkənin içərisində ev dustağı kimi saxlayacaqdılar. Tək özlərini yoxa, bütün ətraflarını, qovumlarını. Çünki bu diktatura rejimlərində, Tural Bəy, burada 3 dənə teoriya var da. İndi biz həqiqəti Allah bilir. Biz ancaq gördüyümüz bir şeylərdən danışırıq, bildiyimiz bir şeylərdən danışırıq. Ancaq yəni də həqiqəti bir Allah bilər. Deməli, bir məsələ bugünkü gündə İlham Əliyev 2003-cü ildə kimlər ki bunu vəzifəyə gətirmişdi, kimlər ki bunun arxasında, böyründə, ətrafında olanlar, bütün hamısı İlham Əliyevin bütün zəif yerlərini qəşəng bilirlər. Elə Ramiz Mehdev deyib ki, İlham Əliyevi mən gətirmişəm hakimiyyətə. Yəni nəyə deyirəm də? Qaçıb getmişdi ölkədən. Yaxşı bilir ki, İlham Əliyev kimdir? Biz hardan bilirdik ki, İlham Əliyev qumar oynayır? Elə bunların ətrafları özləri bunu şey eləyirdilər ki, bunu əllərində bir həmişə saxlasınlar. Şantaj materialı kimi saxlasınlar. Şantaj materialı kimi saxlasınlar. Və biz nə bilirdik? Biz İlham Əliyevlə qumar oynamamışıq ki, deyil. O, yəni ətrafından çıxıb da. Bu məsələ böyründə oturub oynayanlardan çıxıb. Böyründə udanlardan, onlardan çıxıb. Yəni bu məsələ, bəy, bir-bir təmizləyəcək. İlham Əliyev öz ətrafını, köyünə, dədəsindən varis qalanları təmizləyəcək. Bir, gələcəkdə bunun, bu sultan olubdu artıq. Sultanın da kimsə zəif yerindən danışa bilməz. Bütün diktatur rejimlərində elə olub. Bunları vəzifəyə gətirənlər ya türmə, ya ölüm. Tural Bəy. Bu tarixdir. Bir baxın, öyrənin. Heç mən düşünməyin ki, mən İlqar Hacıyev deyim. Baxın, tarix nə göstərir. Bu bir məsələ. İkinci məsələ, Tural bəy, bu dəqiqə Altay Həsənov, Əliyev. Altay Əliyev özünü... Altay ilə Əliyev vurdu Ramiz Mehdiyevi. Deməli bəy, hər yerə o Paşa Holdingi bu şey eləyibdilər, inkubator eləyibdilər, kadr yetişdirib, bütün hər yerə öz kadrlarını oturtururlar da. Bütün hər tərəfdə bu saat Paşa Holdingin kadrları, ölkəni eləyən, bu saat belə deyək, Paşa Holdingin kadrlarıdır. Bu Ramiz Mehdevgildə İlham Əliyevə dədəsindən qalan varis adamlardır. Yəni bu adamlar artıq onlar da qəbul etmir və klanlar arasında da bu məsələlər var. Ona görə bugün Altay Həsənov, Mehriban Paşayeva, obisləri bunları hamısını bir-bir aradan götürəcəklər ki bunların artıq malı, mülkü, gücü, təsiri heç bir şeydə qalmasın. Yəni onlar gələcəkdə bunlara bir ziyan gətirə bilməsin.
Çünki bu klan məsələsi elədir ki, kimin pulu çoxdur, o da gələcəkdə indi biz bilmirik də nə olacaq, nə olmayacaq. Və bunlar Paşa Holding özlərini gücləndirmək üçün daha da İlham Əliyevin bütün ətrafını vururlar və onda belə çıxır ki, İlham Əliyev özünə şillə vurur da. Yəni atasından qalmış varis adamları saat o qabaq deyirdilər ki, Heydər Əliyevlə İlham Əliyevə 50 illik bir proqram yazıbdı. Yəqin yazmışdı ki, 2025-də Ramiz Mehdiyevi ev tutaqlığına göndərəsən. Ya neyniyəsən? Bu qədər əmlakı, axı Ramiz Mehdiyevin deyilir ki, vurulmuşdu. O sadəcə vəzifədən azad olunmuşdu. Onun oğlunun, qohumlarının, gəlininin... Niyə Teymur Mehdiyev, Kemaləddin hər şey əlində var idi və çox da böyük də bir fiqur, özü siyasi bir artıq funksiya yerinə yetirməsə də əmlakları və s. qalmışdı. Ölkədə nətər ola bilər ki, Vasif Talibov orada vura bilirlər, burada onu vururlar, burada bunu hər şeyini, hər kəsin ala bilirlər. Ramiz Mehdiyevin niyə o müstəqil bir biznesə və yaxud da ki, əmlaka və yaxud da ki, bir neçə nəfər dost-tanışa sahib olmalıdır? Nə olsun ki, İlham Əliyev o hakimiyyətə gətiribdi? Və İlqar bəy və dəyərli izləyicilər, icazənizlə bir mən məqama toxunum, çox ciddi məsələdir. Həmçinin görsənir ki, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının təmizlənmə prosesi də gedir. Yəni, Paşayevlərdən kənarların təmizlənməsi gedir. Çox ciddi bir qurumdur. Ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələlər bu Təhlükəsizlik Şurasında danışılır və Təhlükəsizlik Şurasının üzvləri kimlərdir? Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvləri idi. 18 üzvlərindən biri idi. 18 oktyabrda o Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılır İlham Əliyevin bir fərmanı ilə. Bəs kim var Təhlükəsizlik Şurasının üzvləri arasında? Birinci İlham Əliyevdir, Şuranın sədridir. İkinci kimdir? Mehriban Əliyevadır, həmçinin vitse-prezidentdir. Şuranın katibi isə Ramil Usubovdur. Ramiz Mehdiyev vurulursa və bu şuradan çıxarılırsa, avtomatik bundan sonra Ramil Usubovun da çıxarılması bir prosesi olacaqdır və ona da gəlib dəyəcəkdir və yaxud da artıq dəyibdir, biz bilmirik. Şuranın katibinin müavini Mədəd Quliyev ötən gün açıqlama verdi ki, bəs Ramiz Mehdiyevin şuradan çıxarılması məsələsi də gündəmdədir və 18 oktyabrda da çıxarıldı. Digər şəxslər kimlərdir? Əli Əsədov, bu orada-burada qalan adamdır. O qədər də təhlükəli bir şəxs hesab olunmur hələlik Paşayevlər üçün, amma sırf Paşayevçi deyil. Bəylərin itidir, o hara təhlükəsizliyi ola bilər. Yox, bu yəni baş nazirdir ona görə. Sahibə Qafarova, o da Paşayevlərin, Altay Həsənovun kadrı deyil. Sadəcə olaraq o razılaşdırılmış və təhlükəli hesab olunmayan bir siyasi fiqurdur. Siyasi sadəcə bir fiqurdur. Samir Nuriyev Paşayevlərin adamıdır. Fuad Ələsgərov var orada. Onun da yaxında yəqin ki... Dədəsindən varisdir, o da varis qalandı, bu Murtuzun oğludur. Yəni, onun da nə vaxtsa çıxarılması gözlənilir, amma təhlükə hesab edilməyən bir şəxsdir. Kamran Əliyevdir, Altay Həsənovun adamıdır. Vilayət Eyvazovdur. Vilayət Eyvazov çünki Daxili İşlər Naziri olduğuna görə. O da bu dəqiqə 100% Tural bəy. Vilayət Eyvazov 100% bu dəqiqə kreslosunu dəyişib və Paşayevlərə gedib baş əyibdir, deyib ki, mən Ramil zat heç kimi tanımıram, mənim dədəm də sizsiz, anam da sizsiz. Mən dəqiq bilirəm ki, 2019-da Daxili İşlər Naziri olanda Altay Həsənovla hesablaşdırıb, razılaşdırılıb. Yəni, Altay Həsənovun razılığı alınıb o Daxili İşlər Naziri qoyulub. Mən konkret bilirəm bunu mən. Daha sonra Ramiz Mehdiyevi çıxartdılar. Zakir Həsənovdur indi Müdafiə Naziri. Bunlar vəzifə daşıdıqları üçün avtomatik olublar. Onlar formal adamlardır. Formal. Ceyhun Bayramov bunların adamıdır. Paşayevçidir. Əli Nağıyev bu da gedəcəkdir. Bəylər Əyyubovun artıq kitabı tamamilə bağlananda, üstündən cızıq çəkiləndə Bəylər Əyyubov gedəcək. Ramiz Mehdiyevdən sonra sırada Bəylər Əyyubovdur. Onu görəsən ki, bir devlət xaini kimi, həkim kimi tutacaqlar. Çünki Ramiz Mehdiyevdən də çox Bəylər Əyyubov bilir.
Orxan Sultanov qalır. Orxan Sultanov da Paşayevlərin adamıdır və Elçin Quliyev bu da Paşayevlərin sırf adamı olmasa da, amma ora yıxılıbdı da ora. Deyir ki, atam Nətər Elçin Quliyev Mehriban qohumlarından evlənmir. qohumudur, amma birisi necə əvvəldən qalan kadrdır və o yavaş-yavaş keçən Arvad proseslər qohumluğu olanlar hamısı qalacaq. Arvad qohumluğu Caviddir, nə bilim bunları hamısını gəlinlər hamısı qalacaq. Samir Şərifovdur, bu nə bilim Elçin Quliyevdir, Cavid Qurbanovdur, nə bilim o birisi yaramazlardır. Bir də bu çox maraqlı Yaqub Eyübova niyə dəymirlər? O da niyə Putinin əlindən ordenləri yeyən, Ramiz Meytevə bütün günə hesabat verən adam deyilmi? Fakt. Ancaq bilirsən ki, Yaqub Eyübov İlham Əliyevin anasından qohumluğu var. Yox. Mən bilirəm. Ona görə də ona da dəymirlər. Mən faktla açıram. Deyirəm ki, kimlər ki gəlin gəlibdir, nə hardansa qohumluq, hardansa nəysə varsa, onları bir kateqoriya risk zonasından çıxardıbdılar. Yəni onlar belə deyək, heç vaxt bunlara göyə ki, xəyanət etməzlər. Ancaq birbaşa İlham Əliyevin ayağı büdrəyən kimi Cavid Qurbanov, Ziya Məmmədov necə vurdu İlham Əliyev, Cavid Qurbanov səni də belə vuracaq. Yəni biləsən, obrislər də eyni. Hamısı yaramaz, satqın oğraşların biridir. Arvad üzərindən gəlib gəlin olubdular sizin evinizdə. Ona görə Tural bəy, faktiki, təmizlənilən faktiki kimlər olacaq? Köhnə nazirlər, köhnə Ramiz Meytevə yaxın olan bağlı adamlar, o bizlər gəlin hamısı onlar öz xodundan qalacaqdılar və gedib bu rejimə xidmət edəcəklər. Tural bəy. Və qalanlar da o demək deyir ki, bunlar qərb təhsilli və yaxud da qərb adamlarıdır, qərbə meyilli. Hamısı yenə Rusiyaya bağlıdır. Mehriban Əliyeva 2019-un noyabr ayında Putinin hüzuruna gedib İlham Əliyevsiz görüşəndə Mehribanın yanında kimlər var idi? Elə qərb təhsil dediyiniz Mikhail Cabbarovlar var idi da. O Paşayevlər var idi da. Yəni Paşayevlər özü Rusiyaya bağlı bir komandadır, şəbəkədir. Sadəcə mən belə başa düşürəm və bunu anlayıram ki, artıq Əliyev və Mehriban Əliyeva Putinə, Rusiyaya bildirir ki, Ramiz Mehtiyevlərə ehtiyac yoxdur, biz varıq da. Siz ölkənin içərisində onu bunu tutmağa, bizi güdməyə və s. ehtiyac duymayın da. Biz varıq. Bir nəfər, iki nəfər bəsdir də. Elə onsuz da mən nə deyirəm də, Ramiz Mehtiyev, bu artıq onlar hamısı bir elə Putinlə bir gözəl bir oyun oynadılar. Yalandan adını qoydular ki, kimlərəsə Ramiz Mehtiyev yazıb, siyaha göndərib. Siyaha göndəribsə o bizləri niyə tutmursunuz? Hanım, niyə o İlqar Hacıyev vətən xainidir, Tural vətən xainidir, o xaricdə olan mühacirlər vətən xainidir. Ancaq fakt əlinizlə tutduğunuz İlqar Hacıyevdən, Turaldan həyati boyu bir fakt bir sənə çıxarda bilməzsiniz ki, İlqar Hacıyev və Tural Sadıqlı və yaxud başqası dövlətimizə xainlik edir. Bəli, biz rejimin korrupsiyasından danışırıq, rejimin məsələn, ancaq heç bir vaxt biz istəmərik ki, biz Azərbaycan müharibə vəziyyətinə düşsün, xalqımız, balalarımız, uşaqlarımız getsin müharibədə ölsün. Ancaq faktiki vətən xainləri İlham Əliyev böyründədir. Tut xalqa göstər ki, sən Rusiyadan azad olmuşsan, özün də reallıqla xalqa pensiya ver, maaş ver, fabriklər aç. Yəni bir dənə neftdən, Rusun neftindən asılı olma. Özün artıq başla xalqa bir şərait yaratmağa. Tural bəy, məsələ burada faktiki biz görürük ki, İlham Əliyev özü birbaşa sənin sözün olmasın, Putinə deyir ki, mənə neyinirsə, mən onsuz da sadiq qalmışam da. Ancaq mən gedib beynəlxalq arenada danışmaq üçün deməliyəm ki, mən Putinlə qopmuşam, deməliyəm ki, mən belə dəmir yumruğam, nəyəm. Ona görə, bəy, çox gözəl bir verilişimiz oldu. Xalqımızdan xahiş edirəm, bəyənin, paylaşın və inşallah inanıram ki, Azərbaycan vətən xainlərindən, real vətən xainlərindən azad olacaq
biz də hamımız vətənimizə qayıdacağıq. Çox sağ olun hamınız. Təşəkkür edirəm. Sağ olun. Minnətdaram sizə. Sağ olun dəyərli izləyicilər.